Bu dəfə salatımı tam yeni il oyuncağı kimi bəzəyib süfrəyə kiçik möcüzə qatdım. Salat üçün lazım olan ərzaqlardan toyuğun sinə əti və yumurtanı əvvəlcədən qaynadıb soyutdum. Yumurta və pendiri sürtkəcin ən kiçik gözündən keçirtdim, digər ərzaqları isə xırda-xırda doğradım. Salat üçün lazım olan ərzaqların hamısını endirimli qiymətə Sumqayıtda yeni açılmış Bravo marketdən əldə etdim. Qaynanamgilə qonaq gəlmişdim və Dəmir Yolu vağzalında yeni Bravo supermarketin açılışını görüb dərhal endirimlərdən yararlanmaq istədim. Bu filialın açılışına xüsusi endirimlər var. Bravoda olarkən yeni tətbiqi yüklədim və kampaniyalardan yararlandım. Tətbiqdə yeni il təqvimi var. Hər gün üçün xüsusi hədiyyələr olur. Hədiyyələri əldə etmək üçün tətbiqdə təqvimə daxil ol və həmin günün sürprizini aç. Yalnız 30 manatdan yuxarı alış-veriş edən və Bravo rəqəmsal kartını kassada təqdim edən müştərilər üçün keçərlidir. Mistik Məxluqlar adında bir oyun da mövcuddur. Bravo mağazalarından hər 20 manatdan yuxarı alış-verişdə bir rəqəmsal ştamp verilir. 10 ştamp topladıqda bir mistik məxluq qazanırsınız. Az yaşlı övladım olmadığı üçün qazandığım mistik məxluqu da orada hədiyyə verdim. Salat üçün iri bir qabın içərisinə doğranmış toyuq filesi, sürtkəcdən keçirilmiş Holland pendiri, yumurta, yenə də doğranmış gavalı, qoz ləpəsi, duz, qara istiot və bir də mayonez əlavə edib bunları yaxşı-yaxşı qarışdırırıq. Hazırladığımız salatdan bir xörək qaşığı dolu olmaqla götürürük və ovcumun içərisində gördüyünüz kimi yumru dairə formasına salıram və dekor üçün də doğranmış şüyüd, qoz ləpəsi, şirin paprika və Holland pendirindən istifadə edirəm. Şirin paprikanın dadını bəyənməsəniz onda nar dənələrindən də istifadə edə bilərsiniz. Yolka oyuncağına oxşaması üçün mən qara zeytun və şüyüd saplaqlarından istifadə etdim. Həqiqətən də çox gözəl alındı. Sizlərə də fikir olsun. Yeni il süfrəsi üçün bu gözəl salatdan mütləq hazırlayın. Sonda isə videonu bəyənib yaddaşa verməyi unutmayın. Yeni videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.